Məhəllə daxili yollar pis vəziyyətdədir. Əsas problem yoldur, kanalizasiyadır. Bu üçün ancaq dövlət orqanları yuxarı sürücülər məşğul olmalıdır. Biz yox. Sumqayıt şəhəri Yaşma Bağlar ərazisində yaşayan sakinlər uzun müddətdir həllini tapmayan infrastruktur problemlərindən narazılıq edirlər. Onların sözlərinə görə ərazidə əsas çətinliklər kanalizasiya sisteminin olmaması, içməli su çatışmazlığı və yolların bərbad vəziyyəti ilə bağlıdır. Əsas problem yoldur, kanalizasiyadır. Bir də şeydir. Sudur. Su. Əsas problem bu üçüdür. Deməli, çirkə suları, şambullara yığılır. İndi hansı əsirdir ki, hansı dövrdür ki, çirkə suların yığıb saxlayırıq, sonra onları pul verib daşıtdırırıq. İndiki texnologiyalar dövründə, müasir dövrdə bunlar qarşısı alına bilən problemlərdir. Ancaq almaq qeyri-mümkündür. Bu üçün ancaq dövlət orqanları yuxarı sürücülər məşğul olmalıdır. Biz yox. Biz ancaq öz problemlərimizi sizin vasitəsilə işıqlandıra bilərik. Başqa içməli sudur, yoxdur. Texniki sudan istifadə edirik. Yaz mövsümündə elə bir ki, texniki su tez-tez kəsilir. Və indi isə 4 gün yenə kəsdim, su yoxdur. Məcbur oluruq ki, yığılmış sulardan istifadə edək. Ya vedrələrdə, ya butulkalarda, ya da ki, baklarda ki, içənlərdə olmuş sular istifadə edirik. Onlar da ki, antisanitariyadır. Məhəllə daxili yollar pis vəziyyətdədir. Yağış yağdı, qar yağdı, bu yollarda işləmək mümkün deyil. Ancaq palçıq və çöküntülü olur. Ümid edirik ki, bu süjet yayımlandıqdan sonra aidiyyəti qurumlar məsələyə diqqət ayıracaq və narazılıqların aradan qaldırılması istiqamətində konkret addımlar atılacaq.